Azərbaycana və xalqımıza qarşı çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın açıq keçirilən məhkəmə prosesinin növbəti baxış iclasında bir qrup zərərçəkmiş və zərərçəkmiş şəxslərin hüquqi varisləri ilk dəfə iştirak etdiyindən hakim Zeynal Ağayev əvvəlcə onları məhkəmənin tərkibi ilə tanış etdi, hüquq və vəzifələri barədə məlumatlandırdı. Bundan sonra təqsirləndirilən Ruben Vardanyan məhkəməyə müraciət edərək hüquqlarını müdafiə edən vəkili ilə konfidensial görüşmək istədiyini dedi. Məhkəmə vəsatəti təmin etdi və prosesdə qısa fasilə elan olundu. Fasilədən sonra növbəti vəsadətlə çıxış edən Ruben Vardanyan hüquqlarını müdafiə edən vəkili Abraham Bermandan imtina etdiyini dedi. Təqsirləndirilən şəxs vəsatətini əsaslandıran zaman əvvəlki məhkəmə iclaslarında səsləndirdiyi fikirləri təkrar edərək bildirdi ki, ümumilikdə məhkəmə prosesindən narazı olduğu üçün müdafiəçisindən imtina edir. Müdafiəçi Abraham Berman məsələni məhkəmənin mülahizəsinə buraxdığını söylədi. Vəsatətə münasibət bildirən baş prokurorun böyük köməkçisi Vüsal Əliyev bildirdi ki, təqsirləndirilən şəxs müdafiəçisindən hansı səbəbdən imtina etdiyini bildirməsə də, onun müdafiəçisindən imtina etmək hüququ var. Buna baxmayaraq, təqsirləndirilən şəxs qanunvericiliyin tələblərinə görə ümumiyyətlə müdafiəçidən imtina edə bilməz. Hazırki vəziyyətdə Ruben Vardanyan vəkili Abraham Bermandan imtina edirsə, bu zaman o başqa bir vəkillə müqavilə bağlamalı, yaxud buna vəsaiti yoxdursa, dövlət tərəfindən hüquqlarını müdafiə edən başqa bir vəkil təyin olunmalıdır. Ruben Vardanyan digər bir vəkillə müqaviləsinin olmadığını dedi. Bildirdi ki, dövlət tərəfindən ona müdafiəçi təyin edilə bilər. Məhkəmə tərəflərin fikirlərini dinlədikdən sonra yerində müşavirə edərək qərar qəbul etdi. Qərara əsasən Ruben Vardanyanın müdafiəçisi Abraham Bermandan imtinası qəbul olundu. Ona dövlət hesabına müdafiəçi ayrılması üçün qəbul edilən qərar vəkillər kollegiyasına göndərildi. Məhkəmə prosesi təxirə salındı. Növbəti iclas isə oktyabrın 28-nə təyin olundu. Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hakimləri Zeynal Ağayevin sədrliyi, Anar Rzayev və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən məhkəmə prosesində Ermənistan vətəndaşı Ruben Vardanyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir çox maddələri, o cümlədən təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma, əhalini deportasiya etmə və məcburi köçürmə, işgəncə, muzdulluq, terrorçuluğu maliyyələşdirmə maddələri ilə ittiham olunur. Təqsirləndirilən şəxs bildiyi dildə, yəni rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkilə təmin olunub.